dekan axşam saat 6-da tədbir olacağını söylədi. Burada etibarlıq pozulmuş sayılır. Çünki hansı tədbirin olduğunu demir. Yox, Amma əslində tələbələr hansı xassəyə pozuldu burada? Tamlıq, etibarlıdır. Niyə? Çünki bunu dekan deyib də. Bəs dekan deməyəcək, kim deyəcək misal üçün bizə? Burada tamlıq pozulur. Nəyə görə tamlıq pozulur? Çünki bəli, hansı tutaq ki, tədbirdir, şənlikdir, nədirsə onu deməyib. Tamlıq pozulur. Etibarlı olmaması üçün nə deyə bilərdiniz? Dekanlığın xəbəri olmadan hər hansı bir tələbə bildirir ki, sabah tutaq ki, universitetdə məzuniyyət günü keçiriləcək, misal üçün. Bu artıq etibarsızdır. etibarlı deyil. Onun etibarlılığını bilmək üçün məsələn müəllimlərdən öyrənə bilərik və yaxud dekandan öyrənə bilərik. Bu da etibarlılığını